Bu dərsimizdə fərqli alətlərdən istifadə edərək bucaq altında olan modellərin düzgün formada texniki rəsmini necə çıxarırıq, bunları göstərəcəm sizə. Həmən keçid eləyək texniki rəsmimizə. Mən əvvəlcədən vaxt itirməmək üçün görünüşləri sizin üçün yaratmışdım bu şəkildə. Burada sizə dediyim kimi əvvəlcədən, əgər hər hansısa bir modelin hər hansısa bir görünüşü sizə lazım deyilsə, onu istədiyiniz kimi silə bilərsiniz, başqa görünüşlərdə ölçülər verə bilərsiniz. Amma burada işlər biraz fərqlidir. Məsələn, front view'da, front görünüşündə bizim üçün bu hissə önəmlidir, amma yuxarı hissəsi önəmli deyil. Yuxarı hissəsini kəsib atmaq lazımdır. Və ya topa gəldiyimiz zaman tam ortası önəmlidir, amma digər hissələr önəmli deyil. Bunlara ölçü verməyə ehtiyac yoxdur. Onun üçün nə edə bilərik? Ölçü verməyə ehtiyac yoxdur dediyim nədir? Məsələn, Smart Dimension'a keçid eləsəniz, burada hər hansısa bir ölçü versəniz, bucaq altında olduğu üçün o model, yəni bizə tam perpendikulyar baxmadığı üçün true olaraq verəcək Smart Dimension'da ölçüləndirməni və biz də ən azından bu model üçün belə bir ölçüləndirmə etməməliyik. Düzgün deyil bu. Düzgün forması necədirsə onu hazırlamalıyıq. Əvvəlcə bu hissəni necə kəsib atmaq lazımdır, onu göstərim sizə. Kəsib atmaq istədiyiniz hissəni deyil də digər hissələri bir skeç altına alırsınız, yəni skeç çəkirsiniz və o skeçin içərisində olur onlar. Digər hissələri kəsib atırsınız. Həmən göstərək. Skeçə gəldiyimiz zaman buradan gələn rectangle seçək. Bu hissəni bu şəkildə bir skeçə alaq. Daha sonra drawing'e keçid edirəm. Daha sonra crop view var. Crop view'ya klik elədiyim zaman avtomatik olaraq bu skeçin içərisində olan hissəni saxlayır. Digər hissələrin hamısını croplayır bizim üçün. Artıq bizdə elə bir görünüş yoxdur. Bizə zaten lazım değildi bucaq altında olduqları üçün. Burada da yenə eynidir. Burada da bu hissə bucaq altındadır, bizə lazım deyil. Çünki heç bir Smart Dimension verə bilməyəcəyik və ya bu hissədə də heç bir ölçü verməyəcəyik. Burada zaten o ölçüləri göstərəcəyik. Həmən gələk. Burada da eyni funksiya daşıyır. Gəlirik buradan. İstədiyiniz figürü seçə bilərsiniz bu arada. Yəni line'lar da seçib bu şəkildə skeç yarada bilərsiniz. Mən buradan rectangle eləyirəm və tez bir şəkildə belə bir skeç çəkdim. Drawing'e keçid eləyirəm. Crop view deyirəm. Digər hissələri kəsir və bu şəkildə tez bir modelimizin görünüşlərini hazırlayıb düzgün formada olan görünüşləri özümüzdə saxlayırıq. Bunu biraz kiçildəyib. Biraz böyüdü bizdə. Custom Scale'a gələm. Buradan 1'in 2'ye deyək. Okey. Bu burada dursun. İndi biz Smart Dimension'a keçid verib sonra ölçüləndirmə etdiyimiz zaman burada bu hissənin buradan baxdığımız zaman ölçüləndirməsini edə bilməyəcəyik. Yəni buradakı olan ölçüləndirməsini edə bilməyəcəyik. Onun üçün elə bir görünüş çıxarmaq lazımdır ki, buradan baxdığımız zaman, yəni bu hissə bizə tam perpendikulyar olsun. Onun üçün necə edə bilərik? Burada fərqli görünüş çıxarma var. Auxiliary view var. Auxiliary view'a klik elədiyiniz zaman sizdən hansı hissədən görünüş çıxarmaq istəyirsiniz, onu soruşur. Məsələn, tutaq ki, mən bu hissədən görünüş çıxarmaq istəyirəm. O zaman düşünün ki, xəyali olaraq burada dayanırsınız və düz olaraq bura baxırsınız. Onun üçün bu edge'i seçmək məcburiyyətindəyəm. Əvvəlcə high quality deyək, sonra edge'i seçirəm buradan. Yəni gəldim, bu hissəni seçdim və bu şəkildə bir görünüş çıxartdı. Həmən bir də göstərirəm. Keçid eləyirəm drawing'ə, auxiliary view deyirəm. Daha sonra high quality olsun. Daha sonra bu hissə. Bura klik elədiyiniz zaman fərqi yoxdur. Bura. Klik elədiyiniz zaman avtomatik olaraq belə bir görünüş çıxardır bizim üçün. Bura qoyaq. Daha sonra gələk sağ klik eləyək. Bunların əlaqəsini qıraq. Alignment'dan break alignment deyək. Gətirək bura qoyaq hələ ki. Və bu C-ni də gətirək bura qoyaq ki, yəni bizim görünüşümüz bu hissədən çıxdı. Bu şəkildə anlaşılsın. Yenə dediyim kimi, düşünün ki, bu hissədə dayanmısınız və perpendikulyar olaraq bu şəkildə baxırsınız. Perpendikulyar dediyim hər zaman gözünüzdən çıxan şüalar bura perpendikulyar olaraq gəlir deyir. Elə düşünün. Gələk indi buradan. Bizə yenə lazım olmayan hissələr var və bu düzgün şəkildə bizə baxmır. Bunu düzəltmək lazımdır. Dərəcəsi ilə oynamaq lazımdır bir növ. 45 dərəcə döndərsək tamamilə düzgün formada olacaq. Onun üçün nə etməliyik?
Gəlirik bu hissəyə. Rotation yazırıq məsələn. Rotate entities yazsanız əslində tamamilə çıxacaq. Bura klik edib və ya buradan da girə bilərsiniz. Rotate view deyə bilərsiniz. Rotate view deyib dərəcəsini istəyəcək bizdən. Dərəcəsinə də 45 yazdığınız zaman və apply etdiyiniz zaman avtomatik olaraq dərəcəsini dəyişir və close edin bunu təzədən. Bir də apply etməyin. Bu şəkildə daha sonra yenə bizə artıq bu hissələr lazımdır. Çünki bunlar indi angle altındadır. Onun üçün bu hissələri kəsək. Gələk birinci sketchimizi çəkək. Bu şəkildə bir sketch çəkək həmən. Burada düzgün şəkildə sketch çəkilmir. Gördüyünüz kimi onun üçün nə edə bilərəm? Gələrəm buradan bir çevirə çəkərəm. Bu şəkildə. Daha sonra drawing'e gedərəm. Crop view eləyərəm. Bu şəkildə mənim bu görünüşümdə hazırdır. Artıq ölçüləndirməmi çox rahat bir şəkildə edə bilərəm. Burada ölçüləndirmə edib vaxtınızı almaq istəmirəm. Çox rahat bir şəkildə ölçüləndirməni göstərmişəm sizə zaten. Tez-tez ölçüləndirmə edə bilərsiniz. Sadəcə yeni bir funksiya göstərəcəm. Məsələn, belə düşünün. Smart Dimension'a keçid elədiyiniz zaman bu hissədən bu hissəyə, yəni bu xətlə bu xəttin kəsişməsinə bir nöqtə qoyub və ölçünü vermək istəyirsiniz. Məsələn, tutaq ki, bu hissəni seçirəm, buranı seçirəm. Belə bir ölçü verir. Bizə bu lazım deyil. Və ya ikinci bir üsul. Belə bir ölçü verir. Yenə lazım deyil bizə. Gəlib fillet'a klik elədiyiniz zaman yenə belə bir ölçü verir. Bu da lazım deyil bizə. Bizə bunların kəsişməsi lazımdır. O zaman nə edirik? Bu xətti seçirik. Gəlin hətta Smart Dimension'a keçid eləyin. Bu xətti seçin. Daha sonra right klik eləyin bu xəttin üzərinə. Left klik deyil, right klik eləyirik. Find intersection hissəsi var. Bura klik eləyin. Daha sonra hara ilə intersection eləmək istədiyinizi soruşur. Yəni bu maviyə çevrilir və hər hansısa bir yerə klik eləsəm, həmin bu xətlə digər xəttin intersection nöqtəsini tapıb bizə o ölçünü verəcək. Gəlirəm, deyirəm bununla intersection olsun. Bu şəkildə bir nöqtə qoyur və belə bir ölçü verə bilirsiniz. Bu da rahatlıq olsun deyə bu şəkildə hazırlaya bilərsiniz. Məsələn, Smart Dimension'a gedirəm. Bura klik edirəm. Yenə gəlirəm buna. Right click, find intersection. Bura klik edirəm və belə bir yüz ölçüsünü verə bilirəm rahatlıqla. Burada zaten məntiqli olan, düz olan ölçü bu yüz ölçüsünü vermək olacaq təbii ki. Burada yenə angle'ları verə bilərsiniz, dərəcələri verə bilərsiniz və ölçüləndirməni davamını edə bilərsiniz. Keçək bir sonraki modelimizə. Bu modelimizdə biraz daha fərqli yenə funksiyalardan istifadə edərək drawing'in hazırlamağa çalışacağıq. Həmən keçid edək modelimizə. Yenə görünüşləri hazırlamışam. Bu görünüşlərə baxdığım zaman mən də top view'nun ehtiyacımız olmayacaq. Çünki section view buradan yaradıb bu şəkildə hazırlama daha yaxşı olar. Və ya burada right view, hətta front view'umuz bizə lazım olmayacaq. Right view'dan yenə section view yaradıb bu şəkildə içərisini də görməmiz daha uyğun olar. Onun üçün nə edirik? Silirik buranı həmən. Buranı da gəlib silirik. Front view'umuz da bizə lazım deyil. Nə edirik? Section view'ya gedirik. Vertikal olaraq buradan tam mərkəzindən bir view çıxardaq. OK basaq. Bu şəkildə bir view çıxarda bilərik rahatlıqla. OK. Bu şəkildə view'umuzu əlavə edirik. OK basırıq. Daha sonra yenə eyni metodikadan istifadə edib buradan yuxarıya doğru bir section view çıxarda bilərik. Məsələn, bu şəkildə olsun. Buralardan seçə bilərəm. OK basaram. Flip eləyərəm. OK. Buradan da bu şəkildə bir görünüş çıxardaram. Artıq hər hansısa bir ölçü vermək istəsəm, buradan rahatlıqla verə bilərəm. Ölçüləndirməni edə bilərəm və düzgün formada olacaq. Yuxarı hissəsinin görsənməyinə heç ehtiyac yoxdur top view'da. Bunlar qalsın bir qırağa. Biz yeni funksiyalar görək, öyrənək. Bunları onun üçün biraz kənara çıxardıram. Burada belə bir görünüş çıxartdığımız zaman içərisini görürük və içərisindən rahatlıqla ölçüləndirməmizi edə bilirik. Və ölçüləndirməmizi etdiyimiz zaman bu içərisinin də uzunluğunu göstərməyimiz önəmli ola bilər bəzən. Məsələn, düşünün ki, bu bir turbo olaraq düşünsək məsələn. Hər hansısa bir əyrilikləri olan, radiusları olan turbo olsa, o zaman bu içərisində olan hissənin uzunluğunu görməyimiz önəmli ola bilər. Onu necə etmək lazımdır və necə göstərmək lazımdır, həmən onu göstərim sizə. Gəlirik buradan line seçirik.
Sketch'dən. Daha sonra gəlib bunun mərkəzindən bunun mərkəzinə qədər yenə eyni formada qayıdıb buradan yenə arc çəkə bilərik. Daha sonra gəlib burada bitirə bilərik. Bunu seçdiyimiz zaman bizim artıq mərkəzindən keçən bir line'ımız var və bunun ölçüsünü vermək daha rahat olur. Həmən onu göstərim sizə. Gəlirik Smart Dimension'dan altdakına klik edirik. Burada Path Length Dimension var. Buna klik elədiyimiz zaman seçdiyiniz bu Selected Entities'lər seçdiyiniz line'ların ümumi uzunluğunu verir sizə. Hamısına klik eləyib burada. Bəzən seçməyə bilir. Burada bəzən sorun olabilir line'larda. Hamısını seçək. Daha sonra Path Length'e gedək. İndi seçdi hamısını. OK basıram. OK basıram. Bu şəkildə Path Length'ini verir mənə. Yəni 214.2'dir bunun uzunluğu və içərisindən nə isə keçəcəksə 214.2 məsafəsi qət edəcəyin rahatlıqla burada görə bilirik. Daha sonra yenə eyni funksiyadan istifadə edərək Auxiliary View'sunu çıxarda bilərik bunun. Çünki yenə angle altındadır buranın. Görünüşlərdən Auxiliary View'su lazım olacaq bizə. Həmən gedirik Drawing'ə, Auxiliary View'ya klik edirik. Bu üzdən çıxardırıq ki, çünki angle altındadır bu üz. Bu üzə klik elədiyiniz zaman bu şəkildə Auxiliary View'sunu çıxardır. Yenə bunu rotate eləyib, crop eləməyə məcburiyyətindəyik. Bunu yaddan çıxarmayın. OK basırıq, bitiririk. Rotate View'ya keçid eləyirik. Daha sonra bunu seçək, bu görünüşü seçək. Sonra Rotate View eləyək. Daha sonra 30 dərəcə kimi dönməsi lazımdır bunun. 30 dərəcə seçib Apply elədiyimiz zaman 30 dərəcə dönür və Close eləyirik. Yenə crop eləməyimiz lazımdır bunun. Narahat olmayın, burada bütün işləmləri görüb sonra yenidən gətirib Drawing'in içərisinə sala bilərsiniz. Yenə bir sketch, bu şəkildə bir sketch hazırlasaq. Daha sonra Prop View desək, bu şəkildə artıq bizim Auxiliary View'umuz da hazırdır. Yaddan çıxarın ki, bu Auxiliary View'unu hazırladığınız zaman right click eləyib, burada Alignments'da Break Alignments deyin ki, istədiyiniz yerə gətirib qoya bilərsiniz. Biraz yaxınlaşdıraq bura. Hətta aşağı küncə də bunu rahatlıqla məncə qoya bilərik. Bura qoya bilərik və ya bura əlavə eləyə bilərik. Burada daha sonra gəlib bu Gini və ya hansı ölçüdürsə sizdə, hansı hərfdirsə, bunları gəlib bu şəkildə qoymağınız daha düzgün olacaq. Auxiliary View'nun hardan çıxdığını göstərin. Yoxsa bu görünüşün hardan çıxdığını anlaması qarşı tərəfin biraz çətin ola bilər. OK, digər türlü nədir? Bu modelimiz biraz əgər uzun olsa, yenə burada fərqli funksiyadan istifadə edib buradan Break View deyə bilərik. Break View nədir? Yenə həmən göstərək Break View-nu. Break View-ya klik edirik. Daha sonra bizdən hansı view-nu break eləmək istəyirsə onu istəyir. Məsələn, deyək ki, bu view-nu break eləmək istəyirəm mən. Daha sonra break eləyəcəyiniz görünüşü seçirsiniz buradan. Heç bir fərqi yoxdur. Gəlib bunu seçə bilərsiniz. Mən ən çox istifadə etdiyim budur. Daha sonra horizontal və ya vertical break eləmək istədiyinizi soruşur sizdən və gap size soruşur. Həmən deyirəm, bu nə işə yarayır? 2 dənə xətt seçəcəyindir və o 2 xəttin arasında, yəni bu gördüyünüz qırıq-qırıq 2 xəttin arasında nə varsa, hamısını bizim üçün break eləyəcək və balacalaşdıracaq modelimizi. Amma gerçək Smart Dimension'dan hər hansısa bir gerçək ölçü verdiyiniz zaman, yəni onun düzgün ölçüsünü göstərəcək. Narahat olmayın bundan. Sadəcə görünüşdə dəyişəcək. Gəlirəm, bura klik edirəm və gəlib bura klik elədiyim zaman avtomatik olaraq gördüyünüz kimi bu şəkildə modelimiz ortası tamamilə getdi və gəlib right klik elədiyiniz zaman bura istədiyiniz kimi dəyişə bilərsiniz. Left klik eləyəndə də gəlir. Gəpi böyüdə bilirsiniz, kisildə bilirsiniz, istədiyiniz kimi ayarlaya bilirsiniz. Narahat olmayın bundan. Məsələn, tutaq ki 5 deyə gəpi. Gəp dediyi bunlar arasındakı məsafədə boşluqdur. OK dediyim zaman 5'ə inir. Bu şəkildə məsləhət görərdim ki, əvvəlcə bunu break view eləyərsiniz, daha sonra belə bir görünüş çıxardın. Çünki break view eləyib görünüş çıxardanda break view'dan sonra görünüş çıxartdığınız üçün bütün görünüşləri onlar da şamil eləyir. Həmən onu da görək. Məsələn, bu görünüşümüzə şamil eləməmişdi. Hətta birini düzəldək. Break view eləyirəm. Gələk, bu görünüşü seçək. Buranı seçək. Səhvliklə digər tərəf seçdik.
Buranı seçək. Break view edək. Daha sonra horizontallıqdan buradan bura qədər seçək. Və OK bastığımız zaman hal-hazırda buradakı break view'nu silə bilərik biz istədiyimiz kimi. Çünki asılılıq yoxdur. Bu break view ilə bu arasında asılılıq yoxdur. Amma ikinci dəfə biz section view götürsək, bu break view'nun qoyduğumuz yerinə görə özünü ayarlayıb, bu biri tərəfdə də, yəni hansı görünüş çıxardırıqsa, section view çıxardırıqsa, orada da avtomatik olaraq break view eləyir. Həmən görək onda. Gələk buradan section view-ya. Yenə eyni tərzdə eyni section view-dan çıxardaq. OK basaq. Gətirib bura qoyduğum zaman avtomatik olaraq break view apply edəcək. Hal-hazırda apply eləməyib. Klik elədiyim zaman avtomatik olaraq kiçildi. Gördüyünüz kimi mən break view-nu qoymadan avtomatik olaraq özü qoydu. Yaddan çıxarmayın. Əgər break view-dan sonra section view düzəldirsinizsə, o zaman apply eləyəcək. Əgər section view-nu create eləmişsinizsə, bunu kimi sonradan break view eləyirsinizsə, əsas modeli, o zaman break view-nu apply eləməyəcək. Texniki rəsmin son dərsi də bu şəkildədir. Bunları da sizə göndərəcəm. Bunları həmən içəri salaq. Hətta bunu da silək. Bu bizə lazım olmayacaq. Görünüşləri də bu şəkildə kiçildib rahatlıqla ölçüləndirməni verə bilirsiniz.